Başına elə anında gəlibdi. Neçə 20 il, yaxşı. Başına 5, yəni 20 ildir ölübdü bu. Nə danışırsınız siz? Qardaşdır bu. Təəssüflər olsun, belə qardaşlar var da olur. Bir də görsən ki. Ay Allah, çox şükür. Ay Allah, çox şükür. Sehran bəy bu dəfə haqlı nəsə dedi. Yox, deyəsən, Olur, belə qardaşlar olur. imana dinə gəlir Sehran bəy. Amma xanım təqdirə layiqdir, qardaşını axtarır, eşq olsun. Eşq olsun. İnşallah, Eşq olsun. inşallah biz nəticəyə nail olacaq. Sehran bəy o sözü... Amma mən sizə bir şey deyim mi? Mən o bacının yerini olsam axtarmazdım. Ana ataya birinci növbədə, bütün evlatları baxmalıdır. Amma birinci növbədə oğul ata-ananın yanında. Valla, burada siz... Oğul ata-ananın yanında Burada siz haqlı olmalıdır. deyilsiniz. Niyə? Haqlıyam. Çünki Niyə? insanların hərəkətlərinə adekvat cavab vermək olmaz. Qardaş pis qardaşdır, məsuliyyətsizdir, bacını axtarmır. Amma o demək deyil ki, bacı da onun hərəkətlərinə adekvat cavab verməlidir, onu axtarmamalıdır. Verməlidir. Bacıya eşq olsun, axtarmır. Xəstə qardaşa baxın, xəstə anaya Eşq baxın. olsun, biz də deyirik ki, Olsa qardaşa da eşq olmasın. Azərbaycan xalqının mentalitetində belə bir şey var. Bacılar qardaşlarını çox istəyir. Mənim də bacılarım qardaşlarını çox istəyir. Ona görə də bu bacının qardaşını axtarmayı təqdirə layiqdir. O istəyir, biz istəmirik. Mən dəstəkləyirəm.